Noyabr ayının 8-də xalqımız Böyük Zəfər Bayramını təntənə ilə qeyd edəcəkdir. Əlbəttə, bu Zəfər Bayramı xalqımız üçün ən böyük tarixi hadisələrdən biridir. Çünki çox çətinliklər yaşayan və mən deyərdim ki, 20 və 21-ci əsrdə dəfələrlə qaçqınlıq və köçkünlük həyat yaşayan Azərbaycan xalqı böyük bir bəla ilə, Qarabağ hadisələrindən üzləşmişdi. Təbiidir ki, bu 30 ildən çox davam edən bu hadisələrdə bizim Qaraqoyunlu mahalının cəmaatı da çox fəal iştirak elədi. İstər 1-ci Qarabağ müharibəsində, istər 44 günlük müharibə dövründə bizim Əmirxeyir, Çaykənd, Gölkənd, Polad, Yanıqfəyə kəndlərindən bizim gənclər fəal iştirak elədilər. Hətta bizim kənddən qonşulardan birinin övladı Əziz 1-ci Qarabağ müharibəsində itkin düşüb, bu günə qədər də onun hələ qəbri müəyyən olunmayıb. Bütövlükdə bu hadisə Azərbaycan xalqının tarixində mən deyərdim ki, böyük bir tarixi hadisədir. Çünki bu mübarizədə bizim Ali Baş Komandanımız İlham Əliyev mən deyərdim ki, elə bir qətiyyət göstərdi ki, nəinki biz müharibədə qalib gəldik. Hətta deyərdim ki, ermənilərin ayağını bir dəfəlik Azərbaycandan götürdük. Biz heç güman eləməzdik ki, bu böyük qələbəni qazanacağıq. Mən hesab edirəm ki, bu qələbənin qazanılmasında birinci növbədə Azərbaycan xalqının dövlətçilik ətrafında birliyi, Azərbaycan övladlarının şücaəti, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlarla yanaşı ordumuzun böyük qətiyyəti oldu. Mən deyərdim ki, həmin dövrdə ölkəmizin rəhbəri, prezidentimiz İlham Əliyev gündəlik bizim qələbələrimiz haqqında məlumat verirdi. Və Azərbaycan xalqı bu məlumatlara olduqca fəxrlə, diqqətlə qulaq asırdılar. Olduqca böyük sevinclə qulaq asırdılar. Biz bir qərib Azərbaycan cəmaatı kimi bizim böyük gözləntilərimiz var. Biz hesab edirik ki, Amerikada bağlanmış bu müqavilə uğurla imzalanacaq. Orada bir çox problemlər var ki, onlar da öz həllini yəqin ki, gələcəkdə tapacaq. Bizim ən böyük arzumuz odur ki, biz öz torpaqlarımıza qaydaq. Azərbaycan ziyalısı kimi mən də istərdim ki, bu ahal yaşımda öz doğma torpaqlarımızı, Qaraqoyunlu mahalını gedəm, görəm. Mən demirəm ki, biz oraya ordu ilə gedəcəyik. Xeyr, biz oraya xoş niyyətlə gedəcəyik. Öz dədə-baba yurtlarımızı biz orada görməliyik. Qəbirlərimizi, bizim babalarımızın qəbirləri oradadır. Bizim qohum-əqrəbamızın qəbirləri oradadır. Onları ziyarət eləməliyik. Mən hesab edirəm ki, gələcəkdə bu məsələ də öz müsbət həllini tapacaq.